Yasamal rayonu Şərifzadə küçəsində növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar. Məsələ ilə bağlı Tribuna.info azza müraciət edən sakinlər bildirirlər ki, sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir və bu ərazidə yaşayan insanların narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə tikinti işlərinə bayram qabağı, nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, Bakıdakı klassik sxemdir. Tikinti ya şənbə-bazar günləri ya da uzun müddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin. Məqsəd isə açıqdır: qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq. Yasamalda bu ilk deyil. Məlumat üçün qeyd edək ki, son illər ərzində Yasamal rayonu qanunsuz tikililərin ən çox qeydə alındığı ərazilərdən birinə çevrilib. Həm çoxmərtəbəli yaşayış binaları, həm də fərdi tikililər tez-tez qanunvericiliyin tələbləri pozularaq inşa edilir. Maraqlıdır ki, bu proseslərin çoxu ya gözəgörünməz məmurların himayəsi altında, ya da nəzarətsiz şəraitdə baş tutur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən hər bir tikinti işinə başlamazdan əvvəl müvafiq icazə sənədləri alınmalı, layihələr təsdiqlənməli və ətraf mühitə, təhlükəsizlik qaydalarına uyğunluq təmin olunmalıdır. Lakin yasamalda bu tələblər açıq şəkildə pozulur. Hazırda da tikinti aparılan ərazidə nə lövhə var, nə də məlumatlandırıcı sənəd. Qonşular bildirirlər ki, tikintidən yayılan səs-küy, toz-torpaq onların gündəlik həyatına ciddi təsir göstərir. Eyni zamanda bu tip tikililər bəzən istismar üçün yararsız, texniki təhlükəsizlik baxımından problemli olur və gələcəkdə insan həyatı üçün risk daşıyır. Yazıdakı fotolar isə bir daha sübut edir ki, ölkə rəhbərliyinin qanunsuzluğa qarşı sıfır tolerantlıq çağırışları bəzi rayonlarda ya eşidilmir, ya da bilərəkdən qulaq ardına vurulur. Məsələ ilə bağlı Tribuna.info az olaraq Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyini işıqlandırmağa hazırıq.